Marniyuldə 2 nəfər hədə-qorxu ilə pul tələb etmə və qanunsuz silah saxlama ittihamı ilə saxlanılıb. Kuvemokartli Polis Departamentinin Marniyuli rayon idarəsinin əməkdaşları əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1962-ci il təvəllüdlü və 1981-ci il təvəllüdlü şəxsləri saxlayıblar. İstintaqa görə bu ilin yanvar-fevral aylarında onlar mobil telefon vasitəsilə bir neçə vətəndaşa zəng edərək kriminal avtoritetin adı ilə pul tələb ediblər. Tələbin yerinə yetirilməyəcəyi halda zərər çəkənləri öldürməklə və əmlaklarını məhv etməklə hədələyiblər. Faktla bağlı istintaq Gürcistan Cinayət Məcəlləsinin 181-ci və 236-cı maddələri ilə aparılır. Bu maddələr 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Rustavi Qırmızı Körpü və Rustavi Sadaxlı avtomobil yolunun tikintisi ilə əlaqədar bəzi vətəndaşların əmlakı məcburi qaydada müsadirə ediləcək. Məlumata görə Marniyulinin Sadaxlı və Yuxarı Saral kəndlərində yerləşən bəzi kənd təsərrüfatı torpaq sahələrinin bir hissəsi layihə üçün dövlət tərəfindən kompensasiya ödənilməklə alınacaq. Qərardan narazı olan şəxslər sənədlər cəd edildiyi gündən etibarən bir ay ərzində Tbilisi şəhər məhkəməsinə şikayət verə bilərlər. Gürcistan Milli Bankı martın 16-sına dollar və avronun lariyə qarşı rəsmi məzənnəsini açıqlayıb. 1 dollar 2 lari 72 tetri, 1 avro isə 3 lari 12 tetri təşkil edir.